Salam uşaqlar, bugün yenə məni etiketlədiyiniz videolara baxacağıq. Etiket seriyasından davamı gəlməsi istəyirsə, bu video 3000 like atmağı unutmayın. Keçən video bu arada 3000-dən az like atdınız, yəni gözümdən qaçmadı deyil də. Yəni hər şeyi görürəm mən. Mən hər şeyi görürəm. Gəlsən yatağın altında nələr ediyini görürəm. Daha çox etiket seriyası üçün bir dənə like atmağı və kanala abunə deyilsinizsə abunə olmağı unutmayın deyirəm və keçirəm görək hələ mən necə insanlıq ayıbı şeylərə etiketləyibsiniz. Getdik. Bəli, aktivitəni açıram və burada bir var yox, etiket var gördüyünüz kimi. İlk məni indi bu dəqiqə etiketləyib. Gör mən nə etiketləyib. Orqanlarım, qeyfə həyat. No, nəyə gətirib çıxaracaq ki? Ay zəbə. What the f... Rəfiqəm çirkin oğlanla görüşəndə. Sevgilim var. Şəklini göstər. Şəkli yoxdur. Necə yəni yoxdur? Sevgilinin şəkli yoxdur. Telefonumuzda qassana. Necə zəng gəlir? Qası falan da ölmür. Mən bir şey başa düşməliyəm bu arada. Yəni sevgilinin, yəni yaraşıqlı olub olmaması səni maraqlandırır da. Yəni sən dostuna nə maraqlandırır ki, sənin sevgilinin yaraşıqlı yoxsa yox. Yəni hər şey görünüşdür yəni. 72 min bir də like alıb bu video. Yox, yaxşı adamdır, yaxşı adamdır. Doğrudan yaxşı adamdır. Ürəyi açıq adamdır. Çox iyrənc bir videodur. Konkret iyrənc bir videodur. Yəni çıxıram, heç axıra qədər baxmıram. Ətbir sənə dönər borcu var. Gəldik yerə Ətbirə. Görə Ətbir kimdir məndə? Yusifin mən dönər borcu var. Zibilə qalsın. Birazdan gələcəklər. Dönər itələyəcək ola. Selam. Başlar başlamaz. Şimdi aralarından en basit kombin yapacağız. Poşet burada bir yere Var sən birdən sözdən birinci dəfə də bunun səsini eşidirəm. atıyorum. Bu bir 5 kilo falan vardı herhalde. Ben aralarından bunları seçtim. En rahat ve en Şöyle sevdiğim zorda kombinler arasında olabilir. Abi bu oversize köynəklər həqiqətən bayılıram. Sonra qızlar da çox qəşəng yaraşır, oğlanlar da çox qəşəng yaraşır da sən öyle deyirəm. Bir də alın da mən bunu xahiş edirəm. Bu nə sən ha? Bir dəqiqə Aydan məktəb açılışından sonra bizim zibilə qalsın nədir? Kimlər var ha burada? Hadi ya. Ola kim yoxdur ki? Kim yoxdur ki? Qabaqda şey var, o tərəfdə şey var. Şey deyirəm, hamısını üzündən tanıyıram, prosta adlarını bilmirəm. Tanıyırsa yazın yorumlara. Tanıyırsa yaxşı insanlar deyilsə onu deyim də başlayım. O zübül. Abi belə videolar çox zordur ya. Sən öyle deyirəm. Mən ləzzət edirəm kanka. Baldibek versiyalı biri düzəltmişdi ya. Ona görə neçə milyon izlənmişdi ya. Elə buna görə də valideynlərinizin qədrini bilin. Düz demirəm? Müəllim, zəhmət olmasa durub burdan vızqırdardınız. Niyə? Çünki bura yetimlər evidir. Sapsum qayıt, əl çəkdənə məndən. Ay, sapsum qayıt qardaşım, əl çəkdən məndən. Ay. Adam bir dənə canlı yayında Clash Royale oynaya bilmir də. Yəni başa düşürsən. Yəni 800 gün mən dalma düşüb ki, mənə öyrət ki, Clash Royale ekranını mən necə verim YouTube'da canlı yayına. Ay da hava çox qəşəngdir. Az gör nə deyirəm, necə zaqar almışam buna bax. Qəşəng olmuş. Özü o sprey zad olur, zaqarlı sprey zad. O qranitə oxşayan var, ondan vurmuşdum özə bədənimə. Parıldayırdım ya baseynin qırağında. Yaxşıdır? Nə var lan? Pozdurur bu duda. Həqiqətən 2026-cı ildə belə oğlanlar var. Xahiş edirəm bizdən uzaq Allaha yaxın ol. Tık demiyor, görüyor musun? Hiçbir şey sallamıyor. Mənim maşın tanıtım videosunu niyə etiketləmirsən qardaşım? İkilərin yanına gəlmişəm. Kimin yanına gəlsən? 2 dənə sih var. Nə deyir ala bu? Doğulduğun aya görə nə sən ən sevdiyin videolardan? Ən sevdiyim videolardan. Yanvar sushi çubuğu, yaxşı yanvar da. Fevral ət çəkən, zordur. Mart 72 sabun. İndi martda doğulanlarda məsələ ki, mən başa düşmürəm. Aprel Spider-Man-li inək mi? May Elisa sumkası. Pis deyil. Cəm avqustdan nədir? İyun Mogger Barbie. İyul Roblox yumurtası. Mənə qəşəng bir şey gəlsin. Hadi avqust. Konser yes, ən sevdiyim. Konser olmasaydı biz bu dəqiqə pişirdik sistem. Başa düşürsən yəni bunu. Bu görə çox xeyirli bir əşya. Görüm axıra qədər baxım. Sizin də sentyabr kombi, oktyabr nehrə yağı, noyabr papaqlı ördü. Dekabr 3 kiloluq banka. Dekabr da zoruymuş. Sən öldürüm. Kaç dekabrda doğulardım. Şu an siz hansı aysınız yazın yorumlara. Kürdəmirli bu oğlan ailəsindən gizli video çəkərək necə tanındı? Əsl adı Alliance of Sürət olan bu gənc boş vaxtlarında ailəsindən gizli videolar çəkirdi. Bir gün tanınacağına ümid edirdi və həmin gün gəldi. Bir video bütün həyatını dəyişdi. Artıq hamı onu tanıyırdı. Tez bir zamanda Amerika Birləşmiş Ştatlarına köçdü. Adını iShow Speed koydu. Dünyanın ən tanınmış insanları onunla görüşmək üçün növbəyə girməyə başladı. Səninlə fəxr edirik Alliance of Sürət. Sürət. Sürət həqiqətən halaldır. Sürət tanıyan var uşaqlar. Sürət göstərirəm. Mən sürət göstərirəm. Yorumlarda o günlərdə birisiz birini yazmışdı. Fanlarının düzəltdiyi videolara cringe deyəcək qədər düşük bir insandı, cındır bir insan kimi bir şey yazmışdı. Qardaşım, fanlarımın düzəltdiyi hər video gözəl, mükəmməl olacaq deyilən bir şey yoxdur. Yəni sırf mənə düzəldilib deyə, yəni sırf mənim fanlarım düzəldilib deyə çox mükəmməldir deməli deyirəm ki, hər şey. Yəni nəyin haqqı nədirsə, yəni onu deməliyəm də. Yəni bunu bilmirəm, başa düşürsən, olmayan beynindən prosta belədir də, yəni. Bu edit prosta qəşəngdir. Analar bizə nə öyrədib? Gələcəyə ümidlə baxmağı. Qoy və çataq, görsən başa nə uğraşıram mən özdə. Məntiqli düşünməyi. Mən sənə doğmuşam, küçüksən mən yox. İmkansızı bacarmağı. Mənə ağzını yub, yeməyini ye. Dua eləməyi. Yalvar ki, bu ləkə çıxsın. Gözlər, sənin gəlləşini salacam yoxsa orada. Məqsədlərə çatmağı. Ərə gedərsən, istədiyini eləyərsən. Hələ ki mən deyəndi.
öz qərarlarımızı verə bilməyi. Sən pox yeyirsən. Öz qərarlarımızı verə bilməməyi daha düzgün olardı məncə. Ağzı yum yeməyi ye. Bu arada onda ilişmişəm bu arada. Ağzı yum yeməyi ye. Hansı ağzına deyilir bu söz? Ata mənə banamalar. Ay zibilə qalsın. Zuzu atanın pulu yoxdur axı, pulum qutarıb. Ata nur. Bizim başımızı niyə sağalarım? Mən başım çıxmır ala. Bir il əvvəl deyəsən bu trend idi bu tema. Təzədən qaqaş canlandırmağa çalışır. Canlandırma, xahiş edirəm. Banan almaq istəmirəm. Banan görmək istəmirəm. Bananın nəsli tükənsəydi bundan daha yaxşı idi. Borcum nə qədər edir? Sənə pulsuz. Niyə? Baldin dodağında niyə pomada var? Mən başım çıxmır. Çünki Yusifin nənəsisən. Yusufun nənəsindən nə istəyirsiniz lan? Bu cəmaatın nənələrlə nə alıb vermə deyirəm, mən başım çıxmır. Biz də uşaq vaxtı belə nənə söhbət edirdik. Sonra böyüyəndən sonra yəni həqiqətən çox düşüş və uşaqcı olduğunu gördük. Ay bu saçı bu tel nədir bana? Ağzımı niyə açdırsan qaqa? Gir o birlərin arasına skal da orada. Səbəşdirir məni. 17 milyon. Qəşə halaldır qardaşım. Bu arada mən bu videonu çəkəndə bu dəqiqə 19-u 21-28-dir. Siz bu videonu böyük ehtimal bir həftə sonra falan izləyəcəksiniz. Nə vaxt izləyirsiniz? Ya 4-cü gün ya da 6-cı gün izləyəcəksiniz bu videonu. Bilmirəm, bəlkə gələn həftə 4 video ataram, atmaram. Mən hələ fikirləşirəm də o haqda. Bəli, Argentina ilə İspaniya oynayacaq. Argentina İspaniya oynayacaq. Bax mənim görüşlərim bilirsiniz nədir? Normalda Argentina udmasını istəyirəm, amma böyük ehtimal İspaniya aparacaq. 3-2 falan İspaniya falan udacağını fikirləşirəm. Siz nə fikirləşirsiniz deyə soruşmayacağam. Çünki bu videonu atanda onsuz da oyun qurtarmış olacaq da görə. Şot desəniz çox yorumlara yazın. Saçı qəşəngdir. Oha 21 min takipçisi var imiş ya. Mən birinci dəfə niyə görürəm bu qızı? Bu arada saç həqiqətən qəşəngdir bu arada. Yəni ən bəyəndiyim saç stillərindən biridir bu. What the hell was that? Bir dəqiqə la yuxarıda biri var, sağda mən varam. İndi bu aləm dəyəcək bir-birinə. Sən bu videoya baxmasam daha yaxşı. Mən səni çox sevirdim. Heç bilmirəm nədəndir. Sən mənə eşək dedin, eşək sənin dədən. Rafael Coşkun'a qəşəng sözlər. Benim havanın ortaya giriş şekli. Mən dedim ki, mən bu videoyu niyə etiketlənmişəm də sənə deyirəm. Nə? Hayda da var Allah. Esila editəyə özdə. Yaxşı, aparın Esila sizin olsun, sən öldürəm. Yəni, prosto mən bir şey başım çıxmır. Yəni, TikTokda başqa qız qalmayıb ki, niyə ancaq mənə Esilanın videolarını etiketləyirsiniz? Bəlkə bu sualı 8 dəfə də verirəm. Balə, bunu kəssəm, görəsən mənim işim daha mı yolunda gedər? Həqiqətən deyirəm də yəni. Doğulduğum ay görə hansı məxluqsan Part 2 ən sevdiyim videolardan. Siqaret içən hörümçək adam, yanvar. Ala bu şey deyil, MC yaralı deyil bu. Hamı bilməz bunu, oldular bilərəm. Doğrayıcı taxta. Çox işlevsel bir şeydir. Fevralda doğulardım. Mart. Ronaldo'nun itmiş qardaşı. Mart olmaq istəməzdim. May, qaşıq. Çox xeyirli bir alət. İyun, qarğa. Qarğa həqiqətən də mükəmməl bir heyvan. Sən çox ağıllı bir heyvan. İyul, Ronaldo siz. Ronaldo'dan nə istəyirsiniz ha? Avqust, vanilli marojna. Görürsünüz hələ, ən sevdiyim marojna bu vanilli marojnadır. Və mən vanilli marojna oluram. Bu səfər də olmaz da. Başa düşürsən onu. Qapı öz-özünə açıldı. Xiyar oldum mən ha. Zibilə qalsın. Ha bu kitliyimə sən al. Birləşdirmək indi. Niyə bu oynadı? Yorum girməsin. Arkadaşlar tost yapacak. Yorum girməsin. Xahiş edirəm yorum girməsin. İmkan ver video baxaq. Ha yorum soxmayın ortaya. Ay Allah baxmayacağam. Kimdən bir gün yaşayardın? Ay Allah yorum kasmanın bedava yol deyəcək. Oha 1500 yorum gəlib 466 like gəlib ya. Salam əleyküm. Siz kimsiniz? Oo, gəldin axır ki. Uşaqlar görün kim gəlib. Oo, gəldin. Əsən xoş gəlmisən. Hardasan? Gözümüz yollarda qaldı. Instagramda bioya universitetin adın, bir də 1-4 yazmısan, özdə universitetin adı ingiliscə. Hə, o ən sevdiyim. Gəl bura. Universitetə girmədin mən? Girdin sən universitetə. Prosta indi sıra universitetdədir. Sən bunlara fikir vermə, inanılmaz dərəcədə xoşbəxt olasan. Nə vaxt? Universitet bitəndə. Bəs mənə demişlər əsas universitetə girənə kimidir, girəndən sonra hər şey yaxşı. Bu arada sizə bir dənə söz deyim yəni. Yəni məktəb həyatındansa universitet həyatı çox daha asandır. Bu arada sizə bir dənə söz deyim yəni. Universitet girəndən sonra bitəcək sözlər əslində çox da səhv deyil. Amma ki o imtahanlar var. İmtahanlara çalışmağı lazımdır. Yüngüllər lazımdır. Prosta o abituriyent vaxtı o imtahana hazırlaşdığınız qədər hazırlaşmırsınız. Başa düşürsən, daha asan olur deməyim odur. Universitet dəyişir. Bunun da altından xətt çəkməsəm olmaz. Bu arada universitet haqqında çəkdiyimiz videonu buradan baxa bilərsiniz. Naşikimiz arxasında vaxtında qurtardıq. İndi mən nətər baxacağam videoları, zibilə qalsın. Rayon yolculuğunda maşın saxlanılanda oturulan restoranın kasıblıq pasiyaklıq. Rayon yolculuğunda maşın saxlanılanda oturulan restoranın kasıblıq pasiyaklıq. Restoran pasiyak deyil, sənin Azərbaycan dilin pasiyakdır. Yolculuq, kasıblıq, pasiyaklıq. Birin qına yazıb lan, birinğına yazıbsan. Sən Azərbaycan müəllimi kim olub? Həqiqətən ona qəşəng sözlər demək istəyirəm. Bu da qırılıb ki, ay qız, oradan başqa şalvar ver, bunun düyməsi qırılır.
Şalvar zad yoxdur, hamısını yumuşam, elə get. Az belə gedim çayxanaya. Sancaqdan zaddan ver vırım da bura. Sancaq tapanmadım, sancaq yoxdur. Bot qayka var. Toya bayrama getmirsən ki, çayxanaya girsən. Yaxşı Qayka ye. Bir də bu evdə də Ona sancaq da- yoxdur ki. Bir abıçılıq. Əli uzadı göyə qaldırma, görüb eləyərlər. Zatun qırılsın. Lətafət bu da sarvat olub. Yaxşıdır, yaxşıdır. Başqa cür zarafat gözləyirdim mən bu arada. Yəni başqa cür zarafat gözləyirdim. İndi deməyim, mən zarafat gözlədim. Ancaq bunu gözləmirdim nə yəni. Cristiano Ronaldo. Lionel Messi. Bu arada uşaqlar, bilmirəm bunu bilirsiniz yoxsa yox. Mən bu reallığı bayaq öyrəndim. Lionel Messi'nin adı Messi değilmiş. Messi soyadıymış. Adı Lionel imiş. Bəli, bunu təzə öyrəndim. Özü Cristiano Ronaldo var. Yəni mən bildim Cristiano onun soyadıdır. Ronaldo adıdır. Amma Cristiano Ronaldo ümumilikdə onun adıymış. Sonra soyadda adı var idi, prosta o yadında qalmadı. O yüzden. Bu mahnı adamı çox bir qəribə hiss etdirir. Bilmirəm niyə. Bir adamın içərisində qəribə hisslər oyanır bu mahnını eşidəndə. Önüm açık, yapışanlar dolu. Senin kadar yakışan biri yok. Ona ne yazılmıştı? Ona ne yazılmıştı? Fərəz nə? Fərəzdən əl çəkdi ha. Tamam. Oğlum bu şəkillər məndə yoxlarını tapsam şəkillər. Editi becendim bu arada. Edit bu arada qəşəngdir. Uzun müddətdən sonra yaxşı bir edit eləyib. Yəni mən bu arada yəni yaxşı edit eləyən çox az çıxırdı. Uzun müddətdir ki, yaxşı edit eləyən yoxdur, nə bilim. 0 IQ qadın futbolu anları. Nə baş verir? Qapısı hara gedir ala? Qapısı niyə ora gedir ala? İzləyirsən ha, sən sözdən var arada. Biz şey elirdik. Bir dəfə uzun müddətdən sonra bir dəfə futbol getmişdik ha. Belə oyun başlamıyor. Bir də top o tərəfdədir. Nəsib belə topa tullamağa falan çalışır. Topa bilsəm qoyacam o hissəni bura. What a sexy pass. It's 3 versus the goalkeeper. Oğlum bu şəxslər realdır. Bir-birindən yıxır I bunlar. have no words. Random girl. Look. Şeye başım çıxmır. Yəni öz komanda adamından niyə top almağa çalışır ha? We have a fast counter for red team. She tackled her own teammate. I'm confused. Is that a goal or own goal? Who's attacking and who is defending? Mən bir şeye başım çıxmır ya. Yəni qırmızılar cumurdu həmin tərəfə. Sonra mavilər gəldi, gol vurdu. İndi kimin tərəfindən mən başım çıxmır. O zaman mən də təzə başlamışam futbola baxmağa. Cəmsi 4 dənə şeyinə baxmışam. Komanda videosuna baxmışam. Ay danışırsan çox şey deyirsən. Ümumiyyətlə FIFA'nın 4 dənə şeyinə baxmışam. Oyununa aras və bütün tutduğum komandalar uduzur. Bu gün də Argentina İspaniya oynayacaq. Argentina tutan və böyük ehtimal o da uduzacaq. Mən söylə bu video bu qədərdir. Ümid sevdiyiniz bir video olmuşdu. Daha çox etiketlədiyiniz videolara baxmamı istəyəcək. Bu videoya bir dənə like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə. Brawl Stars Taşqan vətərdir.